Salam dostlar, vaxtınız xeyir olsun. Bugün növbəti davam edəcək şeyi yazmağa, layihəmizin geri qalanını yazmağa, daha doğrusu yazdığımız hissələrin necə deyərlər, analizini edəcək, çox vaxt getməməsi baxımından. Deməli, biz ən son layihədə qaldığımız yerə baxaq, və bizim orijinal layihəmiz buydu. Və biz gəlmişdik bu layihədə latest work hissəsini eləmişdik, bu hissələri eləmişdik və bu hissədə qalmışdıq. Creative Minds hissəsində qalmışdıq layihədə. Və mən bunun çox vaxt getməməsi üçün bunun bu hissələrini özüm daha öncədən yazdım bura qədər. Və indi onları analiz edəcəyik. Birinci HTML tərəfini analiz edəcəyik. Deməli, başdan sectionlarımızı bağlayaq. Baxaq. Deməli, burada works hissəsini elədik, social hissəsini elədik və skills bölməsini yazmışdıq. Testimonials bölməsini yazmışdıq. Və ondan sonra gəlib staff bölməsi var. Staff bölməsi bu bölmədir. Staff bölməsi. Staff bölməsində mən deməli burada memberlərdən birinci buranı, bu section'ı bu şəkildə ayırdım. Deməli, buranda ayırmışam bir konteynerə və bir dənə də konteyner fulla. Səbəb də nədir burada? Çünki bu hissəyə diqqət eləsəz, bura konteyner hissəsidir. Amma aşağı o Creative Minds'daki memberlər olan hissə isə bura konteyner full. Dolayısıyla buranı gəldim, konteynerə ayırdım. Bunu bağlayaq. Gəldik bura. Bu hissəyə staff bölməsinə buranı konteyner olaraq ayırdıq. Və indi bunun içərisinə baxaq. Bunun içərisində nə var? Deməli, mən bunun içərisində bir dənə row və column 2-yə ayırdım. Və bunun içərisində diqqət edirsinizsə, mən H1 istifadə elədim və section heading adında bir klassdan istifadə elədim. Hansı ki, bu section heading klası bizdə burada var. Yəni, biz bunu ayırmışdıq ki, section başlıqlarında bunu istifadə edəyik. Burada hər hansı başqa bir custom class verməmişəm. Ondan sonra bunun içərisində, section'ın içərisində section heading yazmışam. Staff heading. Staff heading hissəsi haradır? Bura heading bölməsini, bunu da iki hissəyə ayırmışam. Burada diqqət edirsinizsə. Deməli, bu bölməni bir dənə rowa ayırmışam, baxın. Bir rowa və hansı ki, bu da col 6, col 2, col 2, col 2 deyə bu hissələri ayırmışam. Burada. Bu şəkildə buranı col 6, bunları da col 2, col 2 deyə ayırmışam və col 6-nın içərisində də staff heading var. Staff heading var və bunun içərisində bir dənə P yazmışam və onun içərisində də A yazmışam. İndi burada bu A nöqtəsində bir önəmli bir məsələ var. Bunu gedib staff bölməsinə baxaq, staff sasımıza baxaq, sası necə yazmışam. Deməli, birinci transitionlarımı yazmışam ki, hover olan hər hansı bir şeyim olmasın və burada A bölməsində, yəni mənim bura button hissəsində belə bir xüsusiyyət yazmışam. A bölməsində belə bir xüsusiyyət yazmışam ki, bu button xüsusiyyətini həll edir. Buranı indi yadımızda saxlayaq, zəhmət olmasa ki, bura bizim üçün önəmli hissələrdən biridir. Sonradan bunun haqqında SAS'ın sonuncu dərsində bunun haqqında danışacaq. Deməli, burada müəyyən extendlər eləmişəm və s. və s. Və bunu bu şəkildə mən reallaşdırmışam. Gəldik bura. Burada görürsünüz ki, bunu bu şəkildə reallaşdırmışıq və s. və s. Və ondan sonra bunları eləmişik. Bu hissə bəsit olduğu üçün çox üstündə qalmayacaq. Və ondan sonra staff member hissəsinə buranı mən necə eləmişəm? Burada container full ayırmışam. Diqqət edirsinizsə. Container full'un içərisində burada diqqət edin. Container full'un içərisində mənim row'um var. Hansı ki, row'un içərisində birinci
Bunu mən nə ilə işləmişəm bunu? Bunun bu hissəsini bura baxın, blog item və blog item bu şəkildə ayırmışam 4 dənə bloqa. Və bunları mən nə ilə istifadə eləmişəm? Hansı xüsusiyyətlə istifadə eləmişəm? Staffda gəldim, burada staff memberdə pardon, bu blogdur, pardon, mən səhv yerə baxıram. Staff member hissəsinə gəldim, bunu kol 3-ə bölmüşəm, diqqət edirsinizsə. Və bunun içərisində bu şəkildə staff memberlərimi mən ayırmışam. Gəlirək indi staff memberin içərisində deməli, burada mən nəyə ayırmışam? Staff memberin içərisində bir dənə açaq, buna HTML strukturuna baxaq, bir dənə şəkil var. Memberin şəkli və onun haqqında detal var. Hansı ki, bunun içərisində mən onun üzərində olacaq hover effektini ancaq bununla həll edirəm. Diqqət edin, staff member yazmışam və ondan sonra staff member content detail yazmışam və staff member content yazmışam. Hansı ki, bunlar nəyi ifadə edir? Staff member ümumi həm şəklin, həm də bu overlay olan hissənin, diqqət edin, overlay olan hissənin, yəni ki, bu biraz şəklin blur olan hissəsi və bu hissəni mən yaratmışam. Deməli, ondan sonra bunun içərisində də diqqət edin, buradan baxaq. Deməli, şəkil var, hansı ki, bunu da yan-yana qoyun və eyni anda şeylərinə baxaq buradan. Deməli, CSS hissələrində baxaq, staff memberə imicə vermişəm. Ümumi olaraq staff memberə vermişəm relative. Ondan sonra genişlik vermişəm 100 və hündürlük, sabit hündürlük vermişəm 500 və overflow hidden vermişəm. Niyə? Çünki birazdan eləyəcəyimiz o necə deyirlər, animasiyanı burada istifadə edə bilmək üçün. Deməli, imicə absolute vermişəm, width inherit, height inherit vermişəm ki, və object fit cover vermişəm. Bunu layihələrdə qətiyyən yaddan çıxarmayın, zəhmət olmasa. Niyə? Çünki şəkillərin nisbətinin pozulması görüntüdə çox böyük çirkinlik yaradır. Yəni, buna maksimum dərəcədə diqqət etmək lazımdır. Ondan sonra staff member detail, bu hissəyə gəlmişəm. Baxın, bu hissədə yenə width inherit. Bu hansı hissəni əhatə edir? O şəklin üzərində olan bu yazılı hissənin. Hansı hissənin? Baxın, bu yazılı hissənin olduğunu. Bir də bunu rahat görə bilmək üçün burada overflow hidden'ı götürək. Daha rahat görə bilməyiniz üçün. Baxın, belə bir görüntü var hal-hazırda burada. Və bizim bu content hissəsi, bunun content hissəsi, hansı ki detail hissəsi inherit vermişəm və ondan sonra bunun içərisində contentə diqqət edin, hündürlük vermişəm. 250, yəni yarı-yarı olsun deyə, yəni 50% də verə bilərdim. 50% də verə bilərdim, amma ki mən 250 vermişəm və bunların yerləşməsini positiondan yerləşdirmişəm və arxa fona burada bu görüntünü vermişəm, rəngi vermişəm. Ondan sonra hover hissəsinə gələndə isə, animasiyanı necə eləmişəm, diqqət edin. Əslində bu mənim orijinalım, düzdürmü? Hover olanda nə olmalıdır? Birinci arxa fon rəngi dəyişməlidir. Ondan sonra mənim elementim yuxarı sürüşməlidir. Elementim yuxarı sürüşəndə bu aşağıdakı hissənin görünməməsi üçün də mən nə etdim burada diqqət edirsinizsə overflow hidden'dan istifadə elədim. İndi mən bunu istifadə eləyəndə artıq burada diqqət edirsinizsə H2-yə də bir animasiya vermişəm ki bundan istifadə edə bilək və burada hündürlüyə baxsaz mən bunu yuxarıya çəkmək üçün sadəcə nədən istifadə eləmişəm? Translate'dən, transform translate'dən. Burada bunu detail'i istifadə eləmək üçün mən onu translate'dən yuxarı çəkmişəm ki bu effekti əldə eləyə bilim. Baxın, belə bir effekt əldə eləmişəm. Və burada diqqət olunacaq məqam nədir? Və əgər mən animasiyaları bu şəkildə düzəltmək istəyirəmsə, burada mənim hiyerarxiyanı düzgün qurmağım lazımdır. Hansı hiyerarxiyaları? Birinci position hiyerarxiyalarını düzgün qurmağım lazımdır. Ondan sonra ölçülərin hiyerarxiyasını düzgün qurmağım lazımdır.
Yəni ki, burada əgər mən animasiyadan söhbət gedirsə, mənim burada inherit xüsusiyyətindən, CSS-dəki inherit xüsusiyyəti, miras alma xüsusiyyətindən düzgün şəkildə istifadə etməyim əhəmiyyətlidir. Niyə? Çünki məsələn buradan baxın, mən bunu necə deyərlər, 250 burada with inherit verməklə mən bunu şeyini necə deyərlər, hündürlüyünü mən buradan xeyli düzəltmişəm, belə deyək. Hündürlüyünü buradan istifadə eləmişəm ki, avtomatik olaraq mən buranın hündürlüyünü dəyişdirəndə, sabah məsələn buranı 800 eləyəndə misal üçün mənim elementimdə baxın hər hansı bir dəyişmədə problem yoxdur, gördüyünüz kimi. Yəni bu SAS-da və ya CSS-də bizim üçün ümumən proqramlaşdırma çox önəmli bir şeydir ki, sizin bir yerdə dəyişdirdiyiniz xüsusiyyətin başqa yerlərdə təsir eləməsi, yəni dəyişdirilməsi çox çətin olmamalıdır. Yəni buradakı width-in dəyişdirilməsi, sabah mən bunu gəldik, baxın, staff member nədir burada? 3-dür. Mən bunu 4 eləsəm məsələn, deyək ki 4 eləsəm, 4 və burada 4 dənə element qoysam ki, sabah bunu eləyə bilərəm. Və bunu elədiyim zaman, baxın, mənim görüntümdə hər hansı bir oynama olmur. Yəni, bu da bizim üçün çox önəmlidir ki, sabah mən bura element əlavə edəndə və ya elementin xüsusiyyətini dəyişəndə bu özünü azad şəkildə apara bilsin. Və mən ondan rahatlıqla istifadə edeyim. Yəni CSS-i və SAS-ı yazanda buna maksimum diqqət eləmək lazım. Bunu eləmək üçün də 100%-lik ölçülər, ondan sonra inheritdən istifadə eləmək, ondan sonra YM və REM-lərdən istifadə eləmək bizim üçün önəmli olacaq. Onun bu hissəni elədikdən sonra gəldik bura və ondan sonra gedirik blok hissəsinə. Blok hissəsi biraz o birlərdən daha maraqlı bir hissədir. Və mən bunu bu şəkildə bir 800-də 500 eləyim ki, normal qaydaya düşsün. Bu şəkildə gördüyünüz kimi hər hansı bir problem olmadan, animasiyonda problem olmadan olur. İndi gəldik bura. Recent bloqa yuxarı zaten section heading'dir. Yəni bir HTML-nə baxaq. Bu staff'a bağladıq. Gəldik blok hissəsinə. Container vermişəm bura. Və burada da yenə 2 dənə hissə ayırmışam. Baxın, container və container full deyə. Container hissəsi hansı hissədir? Başlıq hissədir. Container full isə bunları əhatə edən elementlərdir. Gördüyünüz kimi bunlar 100%-dir. Ona görə gəlmişəm burada necə bir strategiya qurmuşam mən özüm üçün. Deməli, yuxarı hissəni analiz eləmirəm, o asan məsələdir. Yəni bunu bağlayaq buradan. Buranın strategiyasını necə qurmuşam? Deməli, gəldim bura, blog items vermişəm və blog item vermişəm. Bunu verməyimin səbəbi nədir? Çünki sabah bu blok elementləri arta bilər və ya azala bilər. Mən elə bir strategiya qurmalıyam ki, bunların artıb azalması hər hansı bir fərqlilik təşkil eləməsin mənim kodumda. Yəni görüntüdə hər hansı bir fərqlilik təşkil eləməsin ki, mən bunu rahatlıqla artırıb azalda bilim. İndi gəlirik bura. Blok hissəsinə və burada blok item hissəsini, önəmli olan blok item hissəsini analiz eləməkdir. Burada da necə bir strategiya qurmuşam? Arxa fonda olduğu görünən şəkli, mən arxa fon şəkli verməmişəm. Niyə arxa fon şəkli verməmişəm? Çünki bunu dəyişdirmək arxa fonda backend tərəfdə əslində bir o qədər də rahat olmur. Yəni, dolayısıyla mən position məntiqindən istifadə eləmişəm, nə eləmişəm? Bir dənə şəkil qoymuşam və bu ərazidə bu şəkil ümumi ərazini tutmalıdır. Diqqət edin. Baxın. Və ona şəkli vermişəm və ondan sonra bu contenti, baxın bunun içərisindəki contenti, baxın nəyin içərisində yerləşdirmişəm? Konteynerin içərisinə yerləşdirmişəm. Və indi bu hissədə diqqət edəcəyimiz bəzi məqamlar var. Gəldik bura.
İndi burada diqqət edirsinizsə, mən bunu ayırmışam hissələrə. Blok contentin içərisində ayırmışam date, ondan sonra heading və stats deyə ayırmışam. Bunlara diqqət edirsə, bunlar nədir? Hansı hissələrdir? Deməli, bu hissə bu date'dir, bu hissə headingdir, bu hissə, aşağı hissə isə statsdır. Və bunu mən after before ilə eləmişəm. Və indi burada diqqət edəcəyimiz bir dənə məqam var. Mən bunu after before ilə yazmışam. Harda yazmışam? Gedək baxaq ona. Bu nədir? Blog hissəsidir. Gəldim blog hissəsinə. Blog item'a baxıram. Deməli bu image position'dan yerləşdirmişəm bunu. Opacity 0 vermişəm animasiya üçün. Ondan sonra blog item content'də baxın. Blog item content'də bunu vermişəm, bunu vermişəm və burada bir dənə after yazmışam. After'da da, after hansı hissədir? Mənim bu elementimi, bu sarı olan elementi ifadə eləmək üçün. Yəni bunu after'la vermək normaldır. Amma burada bir məsələ var ki, mən bunun içərisindəki rəqəmləri dinamik olaraq dəyişdirməliyəm. Dinamik olaraq dəyişdirmək üçün də mən belə bir xüsusiyyətdən istifadə eləmişəm. Baxın. Bura count diye bir atribut vermişəm. Bakın bunu 2 ilə elədiyim zaman. Ondan sonra gəldi bura 3. Və bunu götürdüyüm zaman diqqət edirsinizsə, mən bura hansı atributu yazmışamsa, ATTR-yə, count-a hansı rəqəm vermişəmsə, mənim after xüsusiyyətim o content hissəsində onu götürə bilir. Bunu da necə eləmişəm? Diqqət edirsinizsə, burada contentə ATTR metodu ilə count atributunu mən demişəm ki, bura count atributunun dəyəri nədirsə, götür onu mənimsər bunun içərisində. Bu mənim üçün dinamik bir yaradır. Xüsusiyyət yaradır. Səbəbi də odur ki, sabah mən sadəcə burada rəqəmi dəyişdirməklə after'ın daxildə CSS və ya SAS-ı dəyişdirmədən mən bunu dinamikləşdirə biləcəm. Və burada artıq o necə yerləşdirəcəyim after before ilə işlədiyiniz üçün buranı izah eləməyə ehtiyac görmürəm. Əsas məsələ burada diqqət olunacaq məsələ atribut selektorunun after'da istifadə oluna bilməsidir. Bunu düzgün istifadə elədiyiniz zaman hər hansı problem qalmır. Hover məsələsinə də gələndə, o əslində hover məsələsi də bəsitdir. Sadəcə translate ilə yerləri dəyişdirmişəm və s. Bir də bunun içərisində bir dənə nöqtəyə burada toxunmaq lazımdır. Gəldik burada bir dənə button var, gördüyünüz kimi. Və burada da bir dənə bənzər bir dənə button var idi. Və bunları hələ ki, baxın, eyni xüsusiyyəti mən burada da kopyalayıb yapışdırıram. Yəni ki, oradakı xüsusiyyəti götürdüm, kopyaladım, yapışdırdım bura. Yəni bu SAS baxımından nə qədər optimaldır? Optimal deyil. Yəni bunu bizim daha sonraki dərsdə, SAS-ın son dərsində bunu optimallaşdırmağı eləyəcək. Ondan sonra gəlirik bura. Deməli, indi biz bunu reallaşdırdıq. Blog hissəsini reallaşdırdıq. Gəlirik, blog hissəsini yazdıq və burada da, baxın, diqqət edirsinizsə, buttonlar istifadə eləmişəm. Eyni xüsusiyyətə malikdir. Bir dənə burada transition əlavə eləməyi yaddan çıxarmışam. Onu da əlavə eləyə bilərik. İndi ondan sonra gəlirik bu hissəyə. Buranı mən necə bölüşdürmüşəm? Əsas burada diqqət eləyəcəyimiz məqamlar nələrdir? Bunlarda istifadə edəndə. Bunu standart kol 6'ya bölmüşəm. Sonra rowlara bölmüşəm. Gəldik bura. Kontakt hissəsinə baxaq. Kontakt hissəsində deməli, bura bir row yazmışam. Bura ikinci row yazmışam. Və üçüncü row yazmışam. Burada 3-dən birinci rowda heading'i qoymuşam. How to find us. Ondan sonra ikinci rowda kol 6 ilə mətinləri yazmışam. Və ikonları yerləşdirmişəm. Kol ikonunu və s. və s. Bu ikonları yerləşdirmişəm. Diqqət edirsinizsə. Və ondan sonra da sonuncu rowda isə 2 dənə kol 6 yazmışam. 2 dənə kol 6 vermişəm və bu kol 6'ların da birində
infoları yerləşdirmişəm və burada mən məsələn elədiyim strategiya siz necə deyək, hər kəsin özünə uyğun bir strategiyası ola bilər təbii ki. Mən oranı bu görüntünü fikir verin. Bunun içərisindəki görüntünü baxın bu hissəni mən necə həll eləmişəm. Deməli, buranı mən fikirləşdim ki, mən buranı griddən eləyim və burada gördünüz ki, bunun içərisində kontakt infonun içərisində divlər açmışam, ad verməmişəm. Diqqət edin. Və hər divin içərisində bir dənə i var, ikon var. Bir də bu şəkildə yazılar var. RStudio, nə bilim, nə, bunun içərisindəki yazılar var. İndi mən bunu strategiyanı müəyyən eləmək üçün dedim ki, divin içərisində bunu qoydum. Və ondan sonra H5 yazdım. H5'in içərisində də diqqət edirsinizsə, bu daha böyük yazıdır. Ona görə mən onu da ayıra bilmək üçün, mention eləmək üçün onu span'in içərisinə yerləşdirdim. Və bunun da bu nədir? Bircə dəqiqə baxaq. Kontaktdır. Gedək kontaktımıza baxaq. Kontakt. Kontakta baxanda mən baxın divin içərisində i-ni ayrıca formalaşdırmışam. H5'i və H5'in içərisindəki span'i də ayrıca formalaşdırmışam və bu mənə şərait yaradır ki, sabah rahatlıqla ora hər hansı bir element əlavə eləyə bilim. Və ondan sonra burada bu hissə, yəni form hissəsini necə həll eləmişəm? Birinci HTML-nə baxaq. Bildiyiniz form təqi yazmışam və diqqət edin, heç vaxt artıq bunda, məsələn, burada form təqi sanki ehtiyacınız yoxmuş kimi bir görüntü verə bilər form təqi. Amma sabah biz bu şeylərlə işləyəndə, formlarla işləyəndə görəcəksiniz ki, burada form təqinin çox böyük əhəmiyyəti var. Və inputlar, selektlər, tekstariyalar və s. hardan ki biz data götürməliyik, onları mütləq şəkildə form təqinin içərisində yazmaq lazımdır. Əks halda biz o dataları götürüb haradasa istehsal eləyə bilmərik. Bu bizim üçün önəmlidir bunu bilmək və ilkin etapda UI olaraq, yəni görüntü olaraq sizdə hər hansı bir fərq yaratmasa da bunu yazmaq zorundasınız. Və ondan sonra burada value'lar var. Value'larla JavaScript tərəfdə çox işləyəcək bu hissədə. Gəldik bura və burada artıq bunu yaza bilərik. Deməli, gəldik bunu yazdıq və burada görürsünüz inputlardan istifadə eləmişəm, select optionlardan, textariyadan və bir də input type buttondan. Və mən bu button istifadə eləmişəm, bunu submit də verə bilərdiniz. İndi mən bunun SAS tərəfini necə yazmışam? Diqqət edək burada. Birinci demişəm ki, input, select, option, textariyaya hamısına bu xüsusiyyəti ver və bunların placeholderlarının da rəngini dəyişdirmək üçün bu şəkildə placeholder atributuna da bu şəkildə müdaxilə edə bilmək üçün mən bundan yazmışam. Ondan sonra bir də bunların arasında məsələn atribut selektorlardan istifadə eləmişəm. Bunun şeyi nədir? Inputlardan fərqi nədir? Sadəcə type button, o birlər text. Ona görə mən burada demişəm ki, nə qədər ki type button olan var, baxın, type button olana xüsusi bir element verir. İndi bu şəkildə əslində bura qədər olan hissə, bunlar sizin üçün elə də çox da yeni bir xüsusiyyətdir. Sadəcə strategiyanızı düzgün qura bilməyiniz lazımdır. Və indi bundan sonra SAS-la bərabər yazanda son bir işimiz qalıb, onu da yazmaq lazımdır. İndi bizə lazımdır ki, mən buradan, deməli, burada mənim menüm var, artıq saytımın şeyi qutar. Buna klik eləyəndə harasa getməsini istəyirəm. Bunu eləmək üçün, əgər mən saytın içərisində bir var ki, link verəsiniz, bir də var ki, saytın içərisində o müəyyən yerə adres verəsiniz. Bunu eləmək üçün əslində bizim qurduğumuz HTML strategiyası buna uyğundur. Gəlin bunu niyə uyğundur və bizim yazdığımız HTML strategiyasının bizə gətirəcəyi müsbət nədir? Baxın, about section yazmışam, ondan sonra stats, ondan sonra deyək ki, features, work, social, skills, testimonials, staff, blog və s. və s. Burada kontakt var. Və burada bizim bir dənə menümüz var.
Və burada artıq mən klik eləyəndə, About-a klik eləyən About sectionuna getməsini istəyirəmsə, buna nə ID vermişəmsə, bunları bir dənə bağlayaq daha rahat görə bilmək üçün. Deməli, burada About sectionuna vermişəm. About. Və ondan sonra mən yavaş-yavaş elə bunların hamısını dəyişdirirəm. Məsələn, Statistics istəyirəm. Daha rahat görə bilək deyə. Statistics. Və buna nə verirəm? Stats. Və ondan sonra gedirəm Features. Elə olduğu kimi verəcəm bunlarda. Features. Burada Features yazıram. Diyezlə. Bu eyniləşdirmə bizim üçün önəmlidir. Features, ondan sonra work. Work'u da yazdıq. Sonra gəldik social. Burada social yazdıq. Bu şəkildə. Ondan sonra skills bölməsi var. Və harda ki bunları vermişəm, mən bunları tək-tək yazıram ki, görə bilək. Gəldik və bundan çoxalda bilərik. Skills. Bütün sectionlara gedə bilməyimiz üçün. Deməli, ondan sonra testimonials. Və gəlirik testimonials, staff. Blog. Və bunu da bu şəkildə mən artıq görürsünüz, HTML strukturumuzu düzgün yazdığımız üçün, uyğun yazdığımız üçün hər hansı bir problemimiz olmur. Questions bölməsi. Bir dənə bunu artıraq. Ən sonunda da questions'dan sonra da contact bölməsi var. Və bu şəkildə yazanda birinci burada mən gedib headers'ın bu nəyin içərisindədir? Header nav var, navın içərisində. Header nav var, nav. Haradadır header nav var, nav. Burada bir dənə deyirəm ki text transform capitalize deyəcəm. Çünki onların adlarını mən balaca hərflə capitalize eləyəcəm ki, mənim font adlarımda problem olmasın. Gəldik burada gördüyünüz kimi burada baxın bu artıq mənim üçün önəmli bir məsələdir. Baxın menünün uzun olması, menünün bura sığışmaması və s. Bu təbii ki burada eləyə biləcəyimiz bir şey varmı? Məncə belə bir şey eləyə bilərik. Sadəcə gəlib bunu daha rahat ola bilməsi üçün bunu container full eləyə bilərik. Belə bir görüntü ola bilməsi üçün. Yəni, hal-hazırda mən bunu daha rahat görə bilmək üçün bu şəkildə dəyişdirdim. Siz dəyişdirmək zorundasınızmı? Yox. Dəyişdirmək zorunda deyilsiniz. Bir dənə məsələn bunu mən sağ tərəfə çəkmək istəyirəm. Nəyi? Nav var, navı. Nav var, nav. Bu nəyin içərisindədir? Bir dənə baxaq. Deməli, header nav var. Header nav varın içərisində header nav var və s. və s. Bunu da sağa çəkə bilərik. İndi ondan vaxtımızı itirməyək. Bizə əsas məsələ odur ki, mən About-a klik elədim. Baxın, gəldi bura. Statistics'ə klik elədim, gəldi bu hissəyə. Statistik bölməsinə. Ondan sonra Features bölməsinə klik elədim. Features bölməsinə gəldi. Haradadırsa. Və buna uyğun olaraq da aşağıya gəlir. Diqqət edin. About us. Bunu əslində dəyişdirməliyik. Work eləməliyik. Və ondan sonra social bura gəldi.
Amma burada diqqət edirsinizsə, biraz belə çox taxta kimi gedir sürüşmə. Bunu normalda çox öncələrdən biz JavaScript-də edirdik, amma indi HTML-də belə bir HTML smooth scrolling deyə belə bir şey var, CSS xüsusiyyəti var. Bunu verdiyiniz zaman HTML-də bu xüsusiyyəti verdiyiniz zaman mən ümumi olaraq bunu bura verəcəm. HTML-ə verəcəm. Bunu ya da resetin içərisində də verə bilərik, amma smooth scrolling eləsək resetin içərisində heç bir problem olmaz. Bu nəyi təmin edir? Birinci buna baxaq. İndi mən burada artıq sürüşdürdüyüm zaman baxın, daha yumşaq sürüşmüş olur. Və sonradan məsələn burada baxaq, mən bunu aşağı elədim və indi mənim bu elementim, bu brandim qalır yuxarıda. Diqqət edin, bu qalır yuxarıda. Dolayısıyla bu indi bir JavaScript hissəsi var bunun. Necə JavaScript hissəsi? Yəni bunun sürüşdüyü zaman yuxarıda sabit qalması, biz bilirik ki, bu şeylə olan bir şeydir. Yəni buranı header'a mən gəlib deməliyəm ki, header bölməsində buna deməliyəm ki, position fixed. Position fixed desəm buna, bu burada fixed olaraq qalacaq və position fixed verəndə diqqət edirsinizsə, bunun genişliyində bir dənə problem olur. Niyə? Çünki position fixed verəndə mən buna width olaraq da 100W verməliyəm ki, tam ekranı tuta bilsin. Bu şəkildə. Və bunu verdiyim zaman artıq bu ölçüləndirmə, ondan sonra bu paddinglərin verilməsi, bir dənə də P extend eləyək buradan, extend P bottom 30-20 deyə belə verək ki, bu effekti mən burada, yəni bunun stabilləşməsi üçün, bunun necə deyərlər, o görüntülərdə problemin olmaması üçün bu nədir? Buna nə vermişəm mən? P tab vermişəm burada. Burada hər hansı bir sectionda P bottom, burada hər hansı bir hündürlükdə problem olubmu? Bircə dəqiqə, bu header'dir. Header'ın içərisində header nav vardı bu. Mən header'a fixed yox, əslində burada səhv verdiyim yer nə aradır? Bunu header navbara verməliyəm. Bu WB qalsın. Çünki məndə parça olan sadəcə nav vardı. Fixed olan. Yəni header nav var. Yəni bu hissə məndə şeydir, necə deyərlər, statikdir. Geri qalan hissələr isə şeydir. Gəlirəm buna, position fixed verirəm ki, bu sabit olaraq yuxarıda qalsın. Bunu verdiyim zaman da width deyirəm, inherit olsun ki, burada hər hansı bir problem yaranmasın mənə. İndi mən bunun şeyinə baxdığım zaman, header navbara baxdığım zaman, indi baxın, artıq bu fixed verəndə gördüyünüz kimi, mən bunun arxa fonunu dəyişdirməliyəm ki, yəni ki, arxa fonunu biraz black edeyim ki, rahat görünə bilsin. Background RGBA-la versək, desək ki, belə bir şey versək, xüsusiyyət versək, RGBA-la versək, bu bizə belə bir görüntü verəcək. Gedək bunu save eləyək və nəticəsini burada görə bilərik. Mən indi 0.5 vermişəm, siz bunu artıra bilərsiniz. Hətta bunu verdiyim zaman buranı 8 eləyək və buna da əgər position vermişəmsə Z indeksindən bunu ən üstə çıxarmağım lazımdır. 3 ilə çıxardım bunu ən üstə, hətta 4 ilə çıxardaq. Bunu çıxardaq ki, ən üstə bu şəkildə görünsün hələ ki. Və mən bunu elədiyim zaman artıq, baxın, klik elədiyim zaman burada sürüşmədə hər hansı bir problem olmur. Bunu təbii ki, indi
altdakı görünən hissələri yox eləmək və s. və s. eləmək o sonraki məsələdir. Buranı tam black də eləyə bilərik. 6 yox, elə 1 ola bilər. Pardon. 6 yox, buranı 1 eləyə bilərik. Bunu verdiyimiz zaman gördüyünüz kimi mənim saytımda hər hansı bir problem görünmür. About, statistik və s. və s. Bu şəkildə mən bunları edə bilirəm. Və sonradan artıq bunun üzərində işləyəndə gördüyünüz kimi bunu da bu şəkildə mən sistemli şəkildə eləyə biləcəm. Və indi burada diqqət elədirsə, mən buradakı elədiyim dəyişiklikləri göstərə bilməyin məqsədi odur ki, siz öz layihənizi də yazanda ki, bunu tələbələrin əksəriyyəti çox eləmir. Layihəni yazdığı zaman deməli bir dəfə yazır və ondan hər hansı bir necə deyirlər, görüntüdə hər hansı bir pozğunluq yoxdursa, onu davam eləməyə, analiz eləməyə, testing eləməyə ehtiyacı qalmır. Amma biz nə edəcəyik? Yəni bu front-enddə olunması lazım olan şeylərdən biridir. Mən əgər bir layihəni yazmışamsa və ondan sonra o layihənin müəyyən yerlərini özüm dəyişdirib yoxlamıramsa, yəni ki, görəsən mən buranı dəyişdirsəm nə olacaq? Yəni burada bunun nəyə təsir olacaq? Əslində bu dəyişiklikləri eləmək bizim üçün, bizim front-end developer olaraq inkişaf eləməyimiz üçün önəmli bir məsələdir. Bu təbii ki, bizim ilk layihəmizdir. Yəni ilk ciddi layihəmizdir, belə deyək. Və buradakı olan səhvlər bizim üçün hal-hazırda normaldır. Amma bundan sonraki layihələrdə artıq bu səhvlərə bizim yol verməməyimiz lazımdır. Bu layihənin əsas məqsədi birinci layihənin yekunlaşdırıla bilməsidir. Yəni bu bütün proqramlaşdırmada olan ən əhəmiyyətli qaydalardan biridir ki, birinci sizin layihəniz işləməlidir. Və işləməlidir ki, siz ondan sonra onu optimallaşdıra biləsiniz. Baxın, burada məsələn, hələ optimallaşdırma işləri aparılacaq. Mən növbəti dərsdə burada hansı optimallaşdırma işləri aparılacaq? İki istiqamətdə optimallaşdırma işləri aparılacaq. Məsələn, buna diqqət eləsəz məsələn, baxın, bunun servis hissəsinə, work hissəsinə baxın. Burada latest work'a bunu gətirim, work hissəsinə yerləşdirim mən. Bircə dəqiqə. Work hissəsi haradadır bunun? Work hissəsi about features work. Burada about nasıl yazmışıq? Mən məsələn bunu yazdığım zaman məndə work hissəsinə klik eləyəndə baxın, latest work yazısı qaldı. Baxın, bu məsələn about as yazanda problem yaratmırdı, amma text uzun olduğu zaman problem yarandı. Bunun da səbəbi nədir? Çünki mən o latest work hissəsini yazısını hardadır o? Latest work yazısını nəyin içərisində qoymuşam? Call 4'ün. Mən bunu call 5 eləsəm, call 6 eləsəm məsələn, bu mənim üçün artıq problem olmaqdan çıxacaq. Fikir verirsiniz? Yəni bu hər hansı bir problem yarananda onu sürətlə aradan qaldıra biləcək bir struktur qura bilmək bizim üçün çox önəmli. Problem həmişə çıxa bilər. Amma önəmli olan bu problemləri aradan qaldırmaqdır. Ondan sonra gəldi bu latest work'də, bu hissədə məsələn, konteynerdə MB35 yazım ki, bunu düzəldə bilək. Belə bir məsafəmiz var. Mən indi work'a klik eləyəndə, baxın, bu çıxdı yuxarı. Əslində belə olmamalıdır. Niyə? Çünki bu belə dayanmalıdır klik eləyəndə. Baxın, bu gəlib burada dayanmalıdır. Bu hissədə dayanmalıdır. Bunlar məsələn xırda kimi görünsə də, xırda fixlər kimi görünsə də, layihənin gedişatı üçün çox önəmli nöqtələrdən biridir. Və bunları biz nəyin sayı? Məsələn, mən oturub fikirləşməliyəm ki, tamam, burada bax, about astada belə bir şey var. Mən bunu necə həll edə bilərəm?
Baxın, bunu gəldik bura Features'da, bu heç. Latest Work'a gələndə mən bunu nədən istifadə eləmişəm? Deyək ki, burada bundan istifadə eləmişəm. Düzdürmü? Yəni, məsələn, MB-də. Mən buna deyə bilərəm ki, məsələn, bu konteynerə, yuxarıdakı konteynerə deyə bilərəm ki, məsələn, PT35. Məsələn. Baxaq. Baxın, indi nisbətən daha düzgün oldu. Baxaq. Və bu artıq bizim üçün, baxın, əsasda yazdığımız hazır klasslar mənim burada imdadıma çatır. İmdadıma çatır ki, mən onları rahatlıqla düzəldə bilim. Və ondan sonra ikinci məsələ, bu iki istiqamətdə demişdik. Bir, görüntü tərəfdə düzəlişləri vermək. İkinci də bizim yazdığımız kodlarda. HTML tərəfdə çox elə ciddi problem yoxdur. Amma SAS tərəfdə mən müəyyən təkrarlara yol vermişəm. Və siz də öz layihənizdə artıq ilkin, deməli, bir frontend layihəsi 3 dəfə yazılır əslində. Birinci, bizim yazdığımız şəkildə, sırf görüntü alınsın deyənə. Ondan sonra biz onu optimallaşdıracaq. Məsələn, optimallaşdırma nə eləyəcək? Məsələn, mən burada diqqət edirsinizsə, bir şeydən istifadə eləmişəm. Məsələn, buttondan istifadə eləmişəm. Bunu layihənin 4-5 yerində eyni xüsusiyyətdən istifadə eləmişəm. Harda? Məsələn, burada bir dənə buttonum var. Sonra burada bir dənə buttonum var. Sonra burada bir dənə buttonum var. Baxın, burada. Və ondan sonra burada buttonlar var. Biraz xüsusiyyətləri fərqli və burada button var. Mən indi bunları hər dəfə fikir verin. Ayrıca bir dənə klass yazmışam mən burada. Mən bu klassları necə optimallaşdırmalıyam, ona diqqət eləmək lazımdır. Və bunun üçün də əhəmiyyətli nöqtələrdən biri, ortaq klass istifadə edəndə bu dərsin əsas tips and trickslərindən biri odur ki, məsələn, mən deməli bir ortaq klass təyin edəyəm və nəyə diqqət edəcəm? Bunu burada göstərəcəm. Deməli, mən bir dənə, məsələn, button klassı təyin eləmişəm. Gəldim bura, btn adına bir dənə klass təyin eləmişəm. Və buna öz aləmimdə demişəm ki, bu olsun, məsələn, padding 10 pikselin 30 pikselə. Ondan sonra demişəm ki, məsələn, border 1 piksel solid black. Ondan sonra demişəm ki, background məsələn, light gray olsun. Ondan sonra color black olsun. Text transformda uppercase olsun. Bunu yazmışam. Və indi gəlirəm bura deyirəm ki, məsələn, bir dənə button olsun. Buna class verim. Nə? Class olsun. btn klassı. Bunu verdik. This is button. Belə bir xüsusiyyət verəcək. Okay. Mən də deyək ki, istədiyim görüntü budur. Hər hansı bir dənə kursor da pointer də verək bura. Kursor da pointer verək. By the way, bu kursorun xüsusi effektinin ola bilməsi üçün keçən dəfə biz bunu work hissəsində istifadə eləmişdik. Work hardaydı? Work. Staff work. Burada bizim istifadə elədiyimiz belə bir kursorda siz şey də istifadə edə bilərsiniz. Yəni ki, hər hansı bir şəklin orada görünməsini təmin edə bilərsiniz. Hardakı kimi, buradakı kimi. Baxın, bu üzərinə gələndə bu ikonkanın görünə bilməsi kimi. İndi gəldik bura. Deməli, mən bunu yazdım. Mənə görə mən artıq ortaq klassımı yazmışam. Əslində yox. Niyə? Gəlin indi bunu bir dənə yoxlayaq. Mən bu klassı, bu bir klassdır da, mən bu klassı istənilən elementə verə bilərəm. Verə bilərəm. A-ya verirəm bunu. Deyirəm ki, this is button. Buton.
Ondan sonra divə verirəm. Div class btn. Pardon. Deməli. Div btn. Gəldi. This is button. Baxın. Bunu verdik. Ondan sonra bunu dəyişdirə bilərik. İndi baxın, deməli ki, sadəcə işin klassını verməklə məsələ bitmir. Mən çünki bu btn klassını elə yazmalıyam ki, bu hansı elementə tətbiq elədiyimizdən asılı olmayaraq o öz funksiyonallığını yerinə yetirsin. Bunu da eləyə bilmək üçün nə etmək lazımdır? Baxın, burada dəyişən nədir? Mənim verdiyim bu button şeylərdir, mənim HTML elementlərimdir. Və bunun da bu dəyişikliyə səbəb olan şey nədir? Bu verdiyim klassların, HTML elementlərin default propertiləridir. Dolayısıyla burada reset CSS mənim üçün çox önəmlidir. Yəni mən burada gəlib bunları resetləməliyəm ki, məsələn, buttonu resetləməliyəm, deməliyəm ki, border'dan misal üçün, ondan sonra padding 0 piksel, margin 0 piksel, ondan sonra deyək ki, background-dan verməliyəm bura, sonra deyək ki, text decoration-dan varsa əgər, misal üçün. Və bu xüsusiyyəti mən bir də display deyəcəm ki, display inline block olsun məsələn. Və bu xüsusiyyəti mən bunların hamısına versəm və desəm ki, div. Baxın, indi bu artıq mənim burada bir dənə də gördüyünüz kimi burada müəyyən buttonda dəyişilir. Font size-a da desək ki, font size normal. Buna da mən bu şəkildə versəm və font weight-ə də font size deyək ki 1 olsun və font weight-ə də desəm ki font weight normal. Bunu da versəm artıq mən burada bunu standartlaşdıra bilərəm, gördüyünüz gibi. Və burada diqqət edirsinizsə, baxın, buradakı buttondakı rənglə istifadə olunan font family ilə buradakilər ayrıdır. Gördük. Mən bunun da font family-sini də sabitləməliyəm. Font family olsun, məsələn, Calibri. Ki, tam standartlaşma ola bilsin. Və bu şəkildə mən bunu standartlaşdırdıqdan sonra ancaq o ortaq klassları rahat istifadə edə bilərəm. İndi mən bunların hamısını bir yerdə elədim. Amma normalda layihədə yazanda biz reset CSS-i elə eləməliyik ki, sabah mən bu buttonları verəndə, bu klassları verəndə hər hansı bir problem yaranmasın. Buna çox diqqət eləmək lazım. İstər SAS-da olsun, istər CSS-də olsun, buna çox diqqət eləmək lazımdır. İndi növbəti dərs, sonuncu dərs artıq SAS-da bizim sonuncu dərsimiz olacaq və sonuncu dərsdə bizim fokuslanacağımız 2 nöqtə olacaq. Responsivliyin təmin olunması və ikinci bu ortaq məsələlərin bizim layihəmizə tətbiq olunması. Buna baxacaq biz. Belə, bugünlük bu qədər. Növbəti dərsdə görüşənə qədər.